9-cu çempionatdan ev oyunlarını Respublika stadionunda keçirməyə qərarlaşdıran Ağdamın Qarabağ komandası ilk turda xal itkisine məruz qaldı. Bu iki çempionatda daha uğurlu çıxış etməyə qarşılarına məqsəd qoyan Masallılar birinci oyunda istədikləri xalı qazanırlar. Müdafiə, yarım müdafiə və hücum xəttində çox salih itkilər verməsinə baxmayaraq, Qarabağ bu görüşdə rəqibindən çox üstün idi. İkinci hissədə Qarabağ təzyiqi daha da artırdı. Ancaq aramsız hücumlar öz nəticəsini vermirdi. Oyunun son 20 dəqiqəsində isə İdman xoşbəxtliyi Biləşi məğlubiyyətdən xilas etdi. 70-ci dəqiqədə yenə Yalçın Bağırov təxmin edilməli. 75-ci dəqiqədə Vəli Hüseynovun zərbəsini əvvəlcə qapıcı Tomis Əsədov, daha sonra Biləşin müdafiəçisi uzaqlaşdırdı. 82-ci dəqiqədə qapıcının irəli çıxdığını görən Yaşar Hüseynov qapıya doğru ağıllı zərbə vurdu. Lakin müdafiəçi Azər Bəşirov topu başı ilə boş qapıdan çıxartdı. Qarabağ son ana qədər hücumlarını davam etdirsə də, beynəlxalq dərəcəli hakim Asim Xudiyev qarşılaşmanın başa çatdığını bildirən fikir verəndə tablodakı hesab toxunulmaz qalmışdı.